Anamı vurdum, kolunu sındırdım. Getdilər, küpsə saldırdılar. Qardaşımın üstünə kışkırırdım. Yəni, narkotiklə elə bir hallara salmışdı ki, özümdə değildim. Hatta kimi ana dilənməyə göndər, ana apar 30 ilə Svetofur qabağında get dilən gətirmə 30 manat və evə pulsuz gəlmə. Yerimdən durana kimin amanam deyib pulu gətirirdi, gəlirdi. Günləri yuxudan duranda getsin üzerine salsın, ağıramasın. Qaynanam dedi ki, bizdə kişilər oturur, qadınlar gelir dilənməyə. Ya onu da qəbullanmışım ki, hə də yəni ki, ailədir də, ailə dağılmaz. Adım Gülmərədir, 42 yaşım var. 11 ağır istifadən olub. 32 yaşından istifadə eləmişəm, ailəli olmuşam, ailəm dağılıb. İlk dəfə birinci ailəm Ağdaşda olub, ikinci ailəm Türk olub. Aracımda 3-4 il ailə qurdum. Həyatımda biraz problem oldu. Ayrıldım ailəmdən, gəldim Azərbaycana. Azərbaycana gələndən sonra işsiz qaldım. Süpürgəsi işlədim. Orada bir dənə xanımla tanışıldım. Ben de özüm biraz çok iyiydim de, bununla da çok iyiydim. O kadın istifadesiydi, ben de bilmirdim de. Yani böyle bir şeylerde ben başım tutmurdu. Yani narkotikli olan şeydi, bunlar bilmirdim. O da süpürgəsiydi. Ya beraber işliydi. Bir tane bunun ağam oldu ki, Ağustos ayıydı. Aynı ikisinin amat günü büyüydü. Bunlar konak çağırdı evlerine. Gittim bunlara. Bunlar ağırdan istifade edirdiler. Yani patrika koz istifade edirdiler. Ben de bunlardan başımı tutmurdu. Yani yereydim. Dedim, ben seni arıqlamaq istəyirsən, dedim, hə istəyirəm. Yəni, başladım bunlardan bir müddət istifadə eləməyə sürətdir. Yəni, ağdımda, patıdan istifadə elədim bunlarla. Yəni, xoşum gəldi bu şeydən. Başladım davamlı bu şeyi təkrar eləməyə. Evdə də heç kim bilmirdi. Yəni, evə gec gəlmələr, eləmələr, işdən biraz işə gedmirdim, gec gedirdim işə. Evdə işləmədi, sən nə olub da, bəs niyə də sən belə gələndən özündə deyilsən. Nəsə olubsa günlərə sənə bizə edir. Mən də evə deyə bilmirdim, axı qorxurdum. Amma mən bilmirdim də, yəni bu narkotikdir. Belə bildim ki, yəni sadə bir şeydir də, bunu bir gün eləyərəm, səhər eləmərəm, bir gün eləyərəm, o bir gün eləmərəm. Mən yəni bunun ağrısı, acısını bilən bir insan değildim. Həll oldu ki, zamanı gətirdi ki, günü-gündən başladım zəifləməyə. Evdə çörək yemirdim, eləmirdim, evdəkilərini azardı danışırdım, agresivini danışırdım, evdə anama qışqırırdım, qardaşıma qışqırırdım. Bunlar dedi, görürsən sən nə olub da, sən niyə belə eləyirsən? Neyse zamanlar gəldi ki, sonra başladım kakoz eləməyə. Batıdan uzu istifadəsini gördüm, dadı yoxdur. Başladım bunlarla bir müddət yəni kakoz eləməyə. Başladım o kakozdan eləməyə, bir müddətlə bunu elədim. Zaman keçdiysə o evdəkilər etiraf eləyə bilmədim, işdən qovladılar, məni elədilər, qaldım işsiz, düşsüz. Bir dənə də anam var 72 yaşında. Yəni başladım üzümsünə çıxılmış vəziyyətə qalmaq. Bir müddət bunu elədim, bundan da əziz ala bilmədim. Başladım sonra damar daxil eləməyə. Başladım damar daxil elədim. Şu axırıncı istifadə eləyəndə damar daxili anam gördü. Evdə? Hə, evdə, yəni anam evdə deyildi, hücrə getmişdi. Mənim də evimdəkilər atlı bir insan olublardı. İndi biraz mən elə istifadə eləyəndən sonra bunları köktürdüm. Anam gördü mən ki, mən sonra iğnə vururam. Mən yalanla anlattım adamı ki, biz həkim nədir ki, özümə iğnə vurursun, biraz çökərcinən də zəifləmirsən. Yaşlı adamın da başa düzüm. Bu da gedər mənim dayım oğlundan öyrənər. Dayım oğlu deyər ki, biraz narkotikdir də bu. Anam gördü, elədi və işdən də zatdan hər yerdən tutmuşam, imkan yox. Başladım götürmə anama verməyə. Anamla başladım adı danışmağa, anama əziyyətlər verməyə, anamı dilənməyə göndərməyə, anama əl qaldırmağa. O da düşünmüşəm, axı hər bir şey əlimdən çıxıb. Başladım yaşlı arvadı çölə salmağa, bir çölə salmağa. Ya göndərdilər, mən bir müddət Meşrağıda, Banisada yatmağa. Getdim bir ay, bir qaldım, 21 gün bir qaldım. Yəni mümkün olmadı. Yəni çıxdığım yerdən gəndə istifadə elədim. Çıxan kimi satışım xəttinə yığırdım, anam elə bilir ki, mən sağalmışım. Hə, sağalmışım, heç nə yoxdur, gəlin çıxartın məni. Arvad da yaşlı adam da qorxur. Gəldilər, çıxartdılar belə Meşrağıdan. Çıxdığım yerdən gəndə istifadə elədim. Başladım gəndə ağrından istifadə edim, damar zaxını istifadə edim, damar yox idi məndə. Sudan mümkün yox idi, hər istifadə edim olmurdu. Pul yox, iş almıla, narkoman kimi var, işin heç.
Hara gelsən iş düzəlmir. Anama dedim ki, mən bəs neynirsən, mən bir kömək eləyin də, mən çıxış yolu eləyin də, gör nədə mən istifadə edirəm, danışıq mümkün deyil. Hatta ki, ana dilənməyə göndər, ana apar 30 ilə Svetofor qabağında get dilən gətirmə 30 manat və evə pulsuz gəlmə. Nəfəsi o anamızı diləndə etmə olmuyor. Bəli, hə, anamı göndərdim ki, get yolçuluq elə yenə mən bilmirəm də, yəni mən pul gətirdim, pul olmasa evə gəlmə. Yaşlı insandır da, o da tişinirdi, qorxurdu. Bir də qonşular deyir ki, öldürər səni, eləyər, baxmadan. İndi narkotik insan elə bir şey vardır eləyir ki, əldə qaldırırsan validəni və xəstə bir insansan da, harada çıxırsan, hamı sənə hörmət qoymur, nə qardaş, nə bacı, nə yeznə, nə əmi, nə dayı, heç kim səni qapısına buraxmır. Ki, birdən oğurluq eləyərsən, yəni nələrsə eləyərsən, buraxmırdı. Mənim yeznəm evinə mənə buraxmırdı. Çünki mən yeznəmə çox ziyanlar vurmuşam. Qardaşım var, vadına çox ziyanlar vurmuşam. Yəni evdən pul oğurlamaqlar, evdən darvazalar satmaq, pəncərələr qırıb, qapıları satmaq. Yəni ki, anamı elə bir günə salmışdım ki, yəni arvad qorxusundan yəni bilmirik də soğuq nədir, tufan nədir. Yəni belə şeyləri mən bilmirdim. Dedim ki, yox, mənə pul gətirməz. Çıxırdı qonşulara gedəndə dedilər, gəndə gəlmişsən narkoman qızın üçün pul üçün. Sonra bir şey arvad etsin deyə bilmirdi. Ağlayır, deyir ki, getsəm evə günləri mən öldürəcək. Mənə pul verin. O gene də göndərdi mənim eşdağda yatdım. Qonşu var bizdə imkanlarım, o mənə bərpaya göndərdi. Getin sonra yatsın orada bir 10 gün, 15 gün bəlkə düzələr. O da alınmadı. Narkotik elə bir şey elədi ki, məni hər bir şeydən çönmüşdüm. Hər bir şeydən də, yəni ki, heç kim mənə, xala belədir ki, xala mənə qapısına buraxmırdı. Xala mənə pəncərədən danışır ki, hə nə istəyirsən? Dedim, anamı istəyirəm, anamı çağır bayrağı, deyirəm, mənə pul tapsan. Mən ağlayıram. Ana evdə qalmadı, qardaş qorxdu, böyük qardaş yazıq, neynəsin? Da mümkün yox idi. Axırı anam getdi, bizim qohum var, ona dedi ki, bəs mənə bir dənə kömək elə. Deyirlər də, belə sağlam bir attım var, belə də göndərəydi. Bəs Nail gəlir, eləyir, çəkiliş eləyir. Yəni sağ olsunlar, gəldilər, köməklik elədilər. Getdilər ilk dəfə məni. Anar müəllim sağ olsun, rəhbərimiz saxladı məni orada. 5 ay yarım qaldım, evə də getdik, hər bir şərait də qurdu mənim üçün sağ olsun. Evimin produktuna qədər, hər şeyinə qədər rəhbərim elədi, Anar müəllim, Osman müəllim. Yəni evdə neyim çatışmırdısa hamısını, əynimi də onlar alır başımına. Necə dişlərimin pulunu zadını verdilər, elədilər. Getdim, gəlmədim. İnanma etibarı itirdim, gəlmədim. Getdim, qoşuldum padruqama. Rəhbərim yığırdı məni, gəl dedim, bugün gələrəm, sabah gələrəm. Qoşulmuşdum, axı istifadə deyildim. Mənim sınıfım 4 dəfə olub. Yəni bir dəfə gətirdilər, sağ olsunlar. Yəni ki, istərsiniz rəhbərim heç vaxt əlinimizdə, Yeganə xanımdır, Anar müəllimdir. Yəni bunlar mənim əlini üzməyib. Yəni çox mənim anama görə də. Yəni ki, istərsiniz mənə bir insanlığı şeydir ki, yəni istərsiniz narkotik mənə hər bir şeyə vadar edir. Hər şeyə insanı vadar edir narkotik. Gəldim, getdim, sırf elədim. Dəzdən yığdım rəhbərim ki, və sırf eləmişəm də mən. Sağ olsun, gəldi, bir də götürdü məni. Təzdən getdim, inanma etibar edədilər, getdim evə. Bir də sırf elədim, bir də gəldilər, götürdülər də məyəm. Bir səfərki axırıncı sırfımda həqiqdə pis düşmüşdüm. O qədər ağır istifadə eləmişdim ki, istərsiniz, yeriməyə halım yox idi. Yerimdən durana kimin amanam deyib pulu gətirirdi, gəlirdi. Günləri yuxudan duranda getsin üzrində salsın, ağıramasın. Anadır da, baxma nə qədər olsa evlat dünyaya yanır. Dedim, yox, kömək istəyəcəm, ikinci addım atıb kömək istəyəcəm. Sağ olsun Yeganə xanım, Anar müəllim, Osman müəllim, bir zəngdəyəm, gəldilər, götürdülər. Bugünkü gündə 4 aydır buradayam, şükür Allaha ayıqam, onların sayasına. Necə lazımdır, dəstək olurlar mənə, nə lazımdır, köməklik eləyirlərdi mənə. Yəni, heç bir şeyə ehtiyacım olmur. Sadəcə bir dənə onlara demişəm ki, yəni, elə bir ki, özümünkülərdir də mənim qıraq adamlıqdır. Özümünkülərdə bir xeyir görməmişəm. Amma bunun üçün də sağ olsun Yeganə xanım, neyimsə çatışmırsa, o dəstək olurlar mənə, alırlar. Anar müəllim alır, Osman müəllim alır, Yeganə xanım alır. Yəni ki, qoymurlar da sıvıntıda olun. Anam da evdə rahat, bilirəm ki, rahatdır. Heç bir şeydən qorxsu. Yəni bir səfər gəlməsəydim bura, həqiqətən tutulacaqdım. Çünki evimdə satışım qıtısı qalırdı mənim. Anam qorxurdu da bir şey ötsün mənə. Yəni o insan mənim evimdə qaldı bu sürədə.
İstifadəni yəni ki, nə deyim, yəni ki, ondan alırdım da istifadəni yəni. Ki, o verirdi mənə, yəni ki, yanımda da qalırdı. Amma yəni o tutuldu getdi. Üstündən 1-2 saat keçdi. Ana müəllim gəlib məni götürməsəydi, həqiqətən mənim də bir başım bəlalar çəkəcəkdi. Sağ olsunlar ki, mənə dəstək oldular, kömək oldular. Hətta ki, bu 3 gündə sağlam haqqındayam. Yəni rahatam özüm üçün. Mən Meştəqədən o qədər də bura mənim üçün rahatdır. Meştəqədə dərmanlar, sistemlər, iynələr eyni narkotikdir. Amma bu 2 gündə burada nə dərman var, nə iynə var. Sadəcə sağalmaqdır, özüm üçün dərslərdir, qruplardır, iştirak eləməkdir. Onlarla insan sağalır. Allah'a niyə eləyirsən, rahatsa. Bir var ki, dərmandan sağalasan, o narkotikdir. O bir var ki, belə sağlam sağalasan. Belə sağlam hər şeydən rahatdır insansın. Məştəqədə gəlsən, iynə vururlar sənə, eyni şeydir. Kakrel verirlər sənə, yatızdırırlar sənə 10 gün, 11 gün. Başın gedir, heç nə bilmirsən. Eyni söhbətlər, eyni narkotik danışırlar, qızlar, eyni bir şey. Amma burada belə bir şey yoxdur. Burada rahatsan. Hələ bir ki, öz evindəsən də, kamutubsa rahatsızlığındır sən. Amma bu 2 gündə orada olsam, mən buranı özümə tövsiyə bilmişəm ki, həm rahatlığımdır, başka yemeğin rahat, içmeyin rahat, yatmağın rahat, durmağın rahat. Evdə səninlə yatmaq bilirsən, nə durmaq bilirsən. Düşürsən bütün gün atletlə çıxırsan bayra, eyni bir şeylər. Amma bu 2 gündə mən yatmaq bilirdim, nə olan şeydir. Çinməyi bilmirdim, nə olan şeydir. Amma bu 2 gündə burada hər bir şey rahatsızlığını tapırsan. Sağ olsunlar rəhbərlər ki, yəni nə lazımdır, eləyirlər adamı. Mən birinci içki zar içmişəm, orada ki, yəni, evdə hamı içirdi, baxırdım. Bunun biraz dadına baxım görün, necə bir şeydir də bu. İçkidir, sigaretdir, yəni bunlara tez başlamışım. Amma narkotika ondan sonra başladım. 2 dəli bir şey Azərbaycanda evlə qaldım. Yoldaşım Ağdaşlı idi, Qaratçı idi. Ağdaşım Maşad kəndindən idi, adı Etiram idi. Qaynanam dedi ki, bizdə kişilər oturur, qadınlar gedir dilənməyə. Ya o da qəbullanmışım ki, hə də yəni ki, ailədir də, ailə dağılmasın. Sonra da gəldik, Bakıda qaldıq. Samaşka'da qalırdı, Taparlı tərəfdə. Anamın dayısı qızlar görmüşdü. Demişlər ki, məsəl qəzə burada qızıl süvətə orada dilənir, eləyir, yolçuluq eləyir, yoldaşı ilə bilirdi. Yəni gəldilər, götürdülər məni oradan. Heç bir alınmadı, yəni istəmədim. Ondan sonra birinin qardaşımın dostu var idi, Nəqati Türk idi. Azərbaycana gəlmişdi, işləyirdilər onlar. Onunla tanış oldum, ondan sonra onunla ailə qurdum. Çıxdım getdim Türkiye'ye. Orada yaşadım bir müddət. Ada bazarında, Fındıq köyündə. Yok, birinci yoldaşımın evladım olmuyor. Yani o bir şey dedi, onlar Ağdaşlıydılar, Ağdaşlı Maşad kəndini ona qaratırlar da yani. Ama baxırsan evlərinə imarətdir, hər bir şərayətləri var. Gəl ki, bunlarda kişilər oturur, qadınlar gedir dilənir. Ya baldızın uşağını bağlıysan beylive, ya baldızın birini oturursan Kaleskada. Mesela düşdüyün Kürtlər dedim, o var Ağdaşlı Maşad kənd. Yəni heç bir alınan bir şey olmayıb da. Hansı həyatı qurmuşam, o həyatım yəni alınmıyor. Demişim 2-ci də ailə quraram. Məsələn, onda da həyatım yaxşı olar, onda da heç bir alınmadı. Yəni ondan sonra özüm öz həyatım mən ifrət edim. Yəni o mənim qardaşım oğlu 23 yaşında, adı Ağarzada atamın adını qoymuş. O da narkotikdən dünyasını dəyişdi. Onda 1 yaşında uşağı var, 19 yaşında yoldaşı var. İndi yoldaşı ailə qurub başqasıyla, uşağıma qardaşım da yanındadır. Amma belə baxanda həyatda heç bu dəqiqə deyən ki, hal-hazırda mən öz evimə gedə bilmərəm. Çünki nəyə görə gedə bilmərəm? Çünki ətrafım hamısı mənim narkotik istifadə edənlərdir. Qapı açılır, qonşudur, narkotiksidir. Çorabda qaldım mən, hər dəniz qırağında. Köynə abidənin yanında. Polat Əşimovun Batsın evi var, yekə. Şəkili də vurub. Düz olan qapısında bizim qapı yenir. Yəni heç hərdən görsən özüm özümə fikirləşəm, gəlmirsən də rahatla gəlib orada niyə görə bədbəxt olmalım? Çünki bu dəqiqə özümə razılıq verə bilmirəm. Kəndi gedim. Həm də bilirəm ki, anam rahatdır. Hərdən görsən hava külək olur, qar olur, tufan olur. Amma vaxtı vardı bu havada mən valideynimi dilənməyə göndərdim. Amma bu 3 gündə şükür Allahımın bildiyinə ki, Allah hər insana buranın qapısına nəsib eləmir. İnsanlar var ki, nə qədər pulu var, hər insana bura nəsib olmaz. Bu 3 gündə mənim rəhbərim sağ olsun, təmənnasız saxlayır məni, təmənnasız əynimi dağırlar, təmənnasız nəsə lazım olur da yaxınlaşdım bir yəni xanıma da sağ olsun, göz bir şeye ehtiyacım var da mən.
Yəni alıb bir heç özüm görməmiş sağ olsa, heç bilməmiş hələ bir şey alıb gətirir gəlir mənə ki, sevindirir məni. O mənim qəlbimdə qəlb rahatlığı tapıram. Bunun üçün də minnətdaram ona ki, yaxşı ki var. Yəni ki, fəxr edirəm də mən ona ki, o qədər dəstək olub mənə. Çətinliyim olanda əlimdən tutub, səhvim olanda deyib, bu səhv eləmək nə? Bir səfər mən sənə deyirəm, bax, gələn səfər demirsən, yəni bir biləkəm səhvi. Yəni, özümünkilərdə o hərəkəti görməmişəm. Özümünkilərdə neysə adi bir cüzü bir şey gətirib verəndə, şimdi arxamaqda xəstə başıq, sevinci, xoşbaxtçılığı görməmişim. Yəni evinizə getməyə, yəni ürəklənib. Yox, ürəklə. Hə, ürəkləmirəm də, getmək istəmirəm. Bir dəqiqə qapını açsınlar, get, yəni qorxu var ürəyimdə. İçimdə qorxu var, gedə bilmərəm. İnam eləmirəm də özümə, çünki Güvəni bilir. evimə getməyə yox, evimə getməyə. Amma burada belə rahatam, çıxıram çölə, sağ olsunlar, zibil atıram. Həyətdə təmsiləm, kuxuna da işləyirik, yeməyimiz üçün. Onda qəlb rahatlığı tapır. Amma öz evimin adı mənim yadıma gələndə istəmirəm. O qapıdan səhəri girmək istəmirəm. Çünki özümə güvənmirəm. Bilirəm ki, gedəcəyəm təzdən ətrafımda istifadə edənlər də hamısı. Mənim kiçik qardaşım da istifadə edir, qonşu da istifadə edir. Ətrafımda qızlar var, onlar da istifadə edir. Bilən kimi mən gəlmişəm, tez gəlirlər mənim üstümə ki, həməs deyir. Ayıstə oldu, bir yaxşı yerə təkən yoxdur da mənə. O indi satın qaçırdı sabah, mən özüm yəni almaq üçün dəmirdümürdə yığmışam, herdə yığmışam, zibillikdən kapronda yığmışam. Dəniz qırağında məsələn ağır dəmirdümürlər idi, qeyb yığırdım. Yəni sən qonşunun həyətində bir şey görür. Öz xalamın həyətində sımavar gördüm. Mən götürdüm o sımaları, apardım, satdım. Amma bunun üçün mənim xalam mənə inama etibar eləmədi. İçimə belə, adı mənim böyük qardaşım. Mənə heç can sözü demirdi. Çünki çox ziyanlar vurmuşam onlara. Çünki anamı vurdum, qolunu sındırdım. Getdilər, küpsə saldırdılar. Qardaşımın üstünə kışkırırdım. Yəni, narkotik mənə elə bir hallara salmışdı ki, özümdə deyildim. Həyatımda da bildim ki, tək bir dənə mənəm. Babağıma narkotik də qoysaydılar, anamı da qoysaydılar, mən narkotik seçirdim. Çünki mən onun astlısıydım, mən onun xəstəsiydim. Onun əli bildim, sevincimi, xoşbaxtılığını, mehribanlığı, həyatda bildim ki, ən əziz doğma kəsim odur. Böyük qardaşım mənə deyəndə ki, patı eləmə, yazıqsan, cavansan. Sən elə davamlı yollarım var, böyük qardaşım mühafizədə adı bu qardı. Deyirdi, bacı, bax bunları eləmə. Mən qardaşımın üstünə qışqırdım. Sən nə etsin demək elədi. Yəni, sən nə deyirsən? Deyə o cür oğlunun dünyasını tərklədi, getdi. Mənim üçün olacaq, əsasə mənim də olacaq canım Allah'tan öyrətiyəm. Amma bunun üçün necəm yox, özüm eləmişim. Ən çoxu da valideynimə ziyan vurmuşam, əziyyətlər vermişim. Ana evladın neyini istəyər, yaxşılığını. Hər bir dənə telefon, o gün qardaşımla telefonda danışıram. Bir dənə can deyib güləndə üzümə, mən ürəyimlə hattaşır ki, mən yəni qardaşım deyib sözü mənə deyir. Amma vaxt vardı, mənim qardaşım o sözü mənə demirdi. Sadəcə 3 dəfə, 4 dəfə mənə tövsiyə verirdi ki, eləmədə, məhəlləyə çıxa bilmirəm, dostlar arasına gedə bilmirəm, qonşuya çıxa bilmirəm. Məsələ tutularsan, gəl buraxdırarlar sən. Qardaş görür, sənə polis tutur, gəl qardaş sənə polisin əlindən alır. O bir ara bizdə cəratda güzdə abla düşdü. Qardaşım tükana girmişdi. Mən bilmirdim, qardaşım tükanadır. Mən də satış mühəttisindən narkotik alıb gələndə polislər məni saxladı. Saxlayıb əlimdən tutanda qardaşımla deyiblər ki, bacı bəsin, polislər tut. Qardaşdır da, gəl polisə deyir ki, bırax ki, onu mənə gəl, tükana girmişəm. Gözləyirdi ki, çıxım. Onların yanında kirəyişirlər, atır mənə polislər bilməsin, götürür qardaşım mənə gəlir. Nə qədər damlayarlar, nə qədər, amma gəndə onlara məhəl vermirdim. Çünki xəstəydim, narkotikin asısıydım. Mənə elə bir dənə hala salmış ki, narkotik bu səfər, mən bura gələndə elə bir dənə bitdiydim ki, Mirzəli xanım etmişdi, indi görsənər mənim gəldiyim günü, inan özümdən qorxurdum. Bədənim yara, əv şişib olmuşdu bu boydana, vura bilmirdim də, yox idi. Birini çağırırdım ki, gəl mənə narkotik vur, yine deyirdi mənə üçün də alıcı, sənə də vurum, özümə də vurum. Məcbur idim ki, römafam 30 mal, 40 mal verim mala. Nə sızıntılar çox, amma bunun üstündə buradayım, rahatım, 4 ayrı. Hər bir kambotumu rahat tuturam, istərsəməz. Bir də hər gün səhər duram, ne deyirəm, şükür sənə Allahım, özüm namazda qılıram. Deyirəm, şükür sənə Allahım, bu gün gündə rahatam, nə canım ağrıyır, nə qorxum var, nə hürküm var.
Her bir şeyden rahatım.